Namazdır insana izzət verən, namazdır insana dəyər verən. İstəyirsən dəyərli olsan, Allah qatında izzətin olsun, hörmətin olsun, yolu namazdadır. Namaza nə qədər dəyər versəm, Allah mənə o qədər dəyər verəcək. Namazla necə ünsiyyət qururam, Allah da məndən o cür ünsiyyət qurur. Namazı elə-belə qılıram, Allah da elə o cür nəzər edir mənə. Ümumi nəzər öz yerində, amma xüsusi nəzəri olmur. Xüsusi nəzər bizim namazımıza aiddir. Namazımız gözəl olsa, xüsusi nəzər eləyəcək Allah Teala bizə. Görürsən, insan hamı ilə ünsiyyəti var, amma 5-6 nəfər var, onunla xüsusi ünsiyyəti var. Düzdür? Bəli, belədir. Namaz mühümdür. Mən bir dənə kitabdan nəql edeyim sizə. Mərhum Nəraqi var idi, bir dənə kitab yazıb, Təqdis. Maraqlı hekayələr yazıb o kitabda. Mən oradan bir dənə hekayə sizə nəql edirəm. Çox ibrətamiz hekayələr yazıb. İndi yeri düşdükcə inşallah gələcək deyərəm mən. Deyib, bir nəfər çobanın oğlu, çoban idi, bunun oğlu. Bir dənə şahın qızına aşiq olur. İndi gedib, indi aşiq olub da, qəlb bunda deyil, neynəsin? İndi eşqi var. Amma başa düşür ki, bu çobanın oğlu, o da şah. Buna o qızı verməyəcəklər. Narahatdır. Bunun anası, deyirlər, şahın vəzirinin xidmətçisi idi. Axırda bu daha dözmür, gəlir anasına ürəyini açır. Ana, mən şahın qızını istəyirəm. Ana deyir, bala, sən neynirsən? Şahın qızını bizə verən deyirlər. Deyir, yox da istəyirəm də mən. Deyir, yaxşı, mən vəzirə deyərəm. Deyir, getdi. Gəlir vəzirə deyir, vəzir baxır, ürəyi ağrıyır qadına, deyir, mən əlimdən gələni eləyərəm. Amma bir dənə də oğlum bir iş görsün, deyir, neynəsin? Oğlum namaz qılır, deyir, yox, qılmır. Deyir, xahiş edirəm, 15-20 günlük çəkilsin bir dənə mağaraya, yalandan da, demirəm ki, doğrudan, yalandan biraz orada namaz qılsın. Mən inşallah şahla yolumu salacam ora, mən onu tərifləyəcəm. Daha ki, ona işarə elədim, namazı deyən, gəl söhbət eləyək, onda da namazı saxlayar, gələr söhbətə. Deyir, yaxşı. Vəzir bir dənə şaya yaydı, deyir, orada olan insanlara ki, şaha geçsin, bu çatsın ki, bir nəfər var, abiddir, arifdir, mağarada ibadət edir. İbadət eləyir, müstəcəbu dəva. Yəni, nə dua eləyir, Allah deyir, eşidirəm, bəli, belə bir şəxs tanıyıram. Şaha bu xəbər çatan kimi, şah vəzirin çağırır, deyir, belə bir şəxs eşidimsən, deyir, kimdir? Deyir, filan mağarada deyirlər, mənə çatıb bu xəbər. Deyir, əşi, neynirsən onu? Deyir, yox, mənim onsuz da oğlum yox, mən mülkümü istəyirəm bir nəfərə verim, elə qızımı ona verərəm, o yaxşı insandırsa, gedək bir görək kimdir də. Vəzir deyir, yaxşı, gəl gedək. Vəzir şahla gəlirlər. Gəlirlər, çatırlar mağaraya, çatandan sonra görürlər, bu namaz qılır. Bu da qəşəng namaz qılır, da görür gələn var. Şah gəlir, biraz da uzadır, deyir, vəzir oradan işarə eləyir ki, da qutar bəsdir, bu qutarmır. Vəzir ikinci işarə da qutar da, gəl söhbət eləyə, heç baxmır üzünə. 3, baxmır, vəzir dilxor olur, şaha aparır, özü təzdən qayıdır, gəlir bunun yanına. Görür Diyanı, baxır bunun üzünə. Baxandan sonra deyir, axı, mən sənə dedim də, Diyan, gəl yanımıza, məsələ həll olurdu da qızı verirdik sənə. Sən də qeyb namaz qılırsan 2 saatdır. Bu baxır ona, deyir, valla, nə şahı istəyirəm oğlum, nə şahın qızını istəyirəm, nə vəzir səni istəyirəm. Deyir, niyə? Deyir, bir 15 günlük yalancı namaz ki, şahı ayağıma gətirir. Gör, bunu doğrudan qılsaydım, Allah nələr verərdi mənə. 15 gündür yalandan əyilirəm, dururam, Allah şahı gətirdi ayağıma. Mən getmədim qapısına. Özü gəldi ayağıma. Özü gəldi, özü də bu niyyətlə ki, taxtacımı gətirmişəm, tacımı gətirmişəm sənə, götürürsən, yalancı namaza tac verirlər. Onda həqiqi namaza nə verirlər? Namaz mühümdür, çox mühümdür. Buna yüngül yanaşmaq olmaz. İnsanı izzətli edən namazdır. Ya Həlim, ay Həlim Allah, İğfir, vəsfəh, və ud bifəzlik, və səllim, İlahi, biz səni belə tanımışıq ki, mələklər deyirəm, İlahi, biz səni belə tanımışıq, sən rəhimlisən.
Ya Rəbbəl aləmin, bəndə yazıqdır. Biz bəndəni tanıyırdıq, düzdür, günahları da çoxdur. Amma bəndən də görmüşük biz. Bəndən namaz qılardı, dua eləyərdi, qəlbi sınardı, gözü yaşarardı. Biz baxırdıq, indi necə baxır sizə indi mələklər? Bunu deyəcəklər qiyamət günü. İlahi biz görürdük bunları. Qəlblərin sınmağını görürdük. Sən keç, sən rəhimlisən, elə bağışda heç ruhu da inciməsin. Başlayarlar yalvarmağa Allaha. Allah deyər mələklərimin hörmətinə, mən bağışladım. Sürətlə keçib gedərlər cənnətə inşallah. İndi hərəsi bir cür şəkildə keçib gedər cənnətə.